Qur'anda Qədr surəsində belə buyurulur: Mələklər və ruh o gecə Rəbbinin izni ilə hər bir iş üçün nazil olarlar. Bu ayədə əvvəl mələklər, sonra isə ayrıca ruh zikr edilir. Qur'anda bəzən bir qrupun içində olan bir varlıq ayrıca qeyd olunanda bu onun xüsusi məqamını göstərir. Əllamə Təbətəbai Əl-Mizan təfsirində yazır ki, Qur'anda ruh sözü müxtəlif mənalarda işlənir. Lakin Qədr surəsindəki ruh bunlardan fərqli bir məqam daşıyır. Ruh mələklərdən daha yüksək bir aləmin varlığıdır, yəni əmr aləminin məxluqudur. Səndən ruh haqqında soruşsalar de, ruh Rəbbimin əmrlərindəndir. Əllamə Təbətəbai bu ayəni izah edərkən deyir ki, Qur'anda iki növ yaradılışdan danışılır. Xəlq aləmi zaman və maddə ilə bağlı olan aləm, əmr aləmi isə zaman və maddədən üstün olan aləm. Şəhid Mürtəza Mütəhərri deyirdi ki, əgər ruh yalnız bədənin fəaliyyəti olsaydı, insanın mənəvi təcrübələri izah edilə bilməzdi. Şəhid Mürtəza Mütəhərri Qədr surəsindəki ruh haqqında danışarkən deyirdi ki, kainat yalnız maddi səbəblərlə idarə olunmur. İlahi aləmdən gələn mənəvi qüvvələr və ilahi idarə də mövcuddur. Ayətullah Behçət ağa deyirdi ki, insan çox vaxt Allahın ayələrini yalnız uzaqlarda axtarır. Halbuki ilahi aləmin qapıları insanın öz qəlbində açılır. Ariflərin fikrincə bu nazil olma ruhani bir təcrübədir. İnsan ruhu daha böyük bir aləmə bağlıdır. Qədr surəsində zikr olunan ruh da bu böyük mənəvi aləmin bir işarəsidir. İrfan və fəlsəfə alimlərinə görə bərzəx aləmində insanın maddi bədəni yoxdur, amma tam bədənsiz də deyil. Onlar buna misali bədən və ya bərzəxi bədən deyirlər. Şəhid Mürtəza Mütəhərri bu mövzunu izah edərkən deyirdi ki, insanın ruhu özünə uyğun bir bədənlə həmin aləmdə yaşayır. Şiə irfanına görə bərzəx aləmi insanın dünyada qazandığı mənəvi vəziyyətin əks olunmasıdır. İnsan Allaha yaxın olmuşsa, bərzəx onun üçün rahat və nurani bir həyat olur. Ariflərin fikrincə ölüm əslində həqiqətlə qarşılaşma anıdır. Hər düşüncə, hər niyyət və hər əməl ruhun gələcək aləmini formalaşdırır. Qur'anda buyurulur, hər kəs etdiyi yaxşı və pis əməli qarşısında hazır görəcək. Bu ayə əməllərin əslində enerji və mənəvi forma olduğunu göstərir. Ayətullah Behçət ağa deyirdi ki, insan ölüm anında üç şeyə təəccüb edər. Niyə bu qədər narahat olmuşdum? Niyə bu qədər dünyaya bağlanmışdım və niyə bu qədər az yaxşılıq etmişdim?